Qədim daş dövrünün sonları üçün xarakterikdir. Daş dövrü bölünür. Qədim, orta, yeni daş dövrü. Bir də mis daş dövrü var arada. Qədim daş dövrü hansıdır? Paleolit. Paleolit. Bu dövr üçün xarakterikdir. Qəbilə icması yarandı. Qəbilə icması qədim daş dövrünün üst paleolit dövründə yarandı. Bir aiddir. İstehsal təsərrüfatı orta daş dövrü, yəni mezolitə aiddir. Kamilləşmiş insan, müasir insan tipi yarandı. Homo sapiens üst paleolit dövründə, üst paleolit bu da qədim daş dövrünə aiddir. İbtidai əkinçilik və maldarlıq yarandı. İbtidai əkinçilik, maldarlıq mezolitdə yaranıb, aid etmirik. Toxuculuq inkişaf etdi. Toxuculuq da neolit dövrünə aiddir. 5-i də çıxırıq, yeni daş dövrüdür. 1 və 3 A bəndi doğru cavabdır. Onlar eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında Urmiya gölünün cənub-qərbində dövlət qurumu yaratdılar. İki çarəsi sakinləri tərəfindən dağ əjdahaları adlandırılırdı. Mətndə bəhs olunan qurumu, dövlət qurumu, Lulubi dövlət qurumundan fərqli olaraq. Söhbət burada hansı dövlət qurumundan gedir? Kuti və Lulubi. Lulubi dövlət qurumundan fərqli olaraq Kutiyə aid olanları seçəcəyik. 3-cü minilliyin sonunda hər ikisidir, ona görə 1 götürmürük. Assuriya dövlətinin yürüşünə məruz qaldı. Xeyr, məruz qalmayıb. Cavabımız çıxır onsuz da. Akkad dövlətini Kutilər süquta uğradıblar. Mesopotamiyada şəhərlər arası toqquşmalara son qoyublar. Nuzi şəhərinə mal mübadiləsi edən də Lullubilər idi. Doğru cavab 3-4. Mannanın İranzudan Aşerin hakimiyyətinin sonuna qədərki dövrü üçün xarakterik deyil. İranzudan Aşeriyə qədər dövrü üçün xarakterik olmayan hansıdır? İskit hökmdarı İşbakay ilə müttəfiqlik münasibətlərinin yaranması Aşerinin dövründə qurulub, ona görə aiddir, götürmürük. Aşurbanipalın Manna üzərinə yürüşü eramızdan əvvəl 650-dir. Ona görə bu Aşeriyə düşür. Sonuna qədər ki, hakimiyyət üçün xarakterikdir. Sirdaqqa eramızdan əvvəl 714-dür. Bu da 714-də İranzuya düşür. Üzr istəyirəm, İranzu yox. Ondan sonraki hökmdarların Ullusun hakimiyyəti dövrünə bunu da götürmürük. Midiya və Babilə qarşı mübarizədə Mannanın Assuriyaya kömək göstərməsi doğruca bu olacaq. Çünki bu Ninevanı dağıtmışlar 605-ci ildə məsələn. Bu sonra baş vermiş hadisədir. Hökmdarın Uauş dağında canişinlərlə döyüşdə öldürülməsi bu da Azadır. Azanın sui-qəsdə uğraması E bəndində götürmürük. Doğru cavab D bəndidir. Səbəb-nəticə əlaqələrində uyğunluğu müəyyən edin. Albaniyada 457-463-cü il azadlıq hərəkatı Albaniya dövlətinin süquta uğraması bu yanlışdır. Biri götürə bilmərik. İkinci Vaçinin sərbəst siyasəti Sasani dövləti ilə münasibətləri kəskinləşdirdi. Firuzi ilə bu doğrudur. Qubadın məzdəklərə arxalanması iri feodallar tərəfindən taxtdan salınması bu da doğrudur. Urnayrın hakimiyyətə gəlməsi Albaniyanın Zirav döyüşündə itirdiyi torpaqların yenidən sahib olması bu 387-ci il müqaviləsidir. Urnayr isə 371-ci ildə ölüb. Deməli 2-3 doğru cavab E bəndidir. Uyğunluğu müəyyən edin. Metexagan, Teoman, Sin Şi Xuandi. Ölkə ərazisi 36 vilayətə bölündü. 36 vilayətə ölkə ərazisini bölən Sin Şi Xuandi idi. Pinçen şəhəri yaxında qələbə qazandı. Pinçen döyüşü eramızdan əvvəl 200-cü ildə idi. Qələbə qazanan Mete idi. B. Ötügən şəhərini paytaxt seçdi Teoman. Hun imperiyasını 2 yerə parçaladı heç biri. 1B, 2C, 3A. Burada A bəndi doğru cavab olacaq. Paytaxtları ulduz ilə işarələnmiş qədim dövlətlər üçün oxşar cəhətdir. Qədim dövlətlər. Bu Albaniyanın paytaxtı Qəbələ, bu da Kazaka Atropatena. 3-cü əsrin ortalarına qədər Roma ilə siyasi-iqtisadi əlaqələri mövcud olmuşdur. Bu Albaniyadır, oxşar deyil.
Selevki dövlətinin asala düşdüyü Atropatina oxşar deyil. Yunan Makedoniya əsilli hərəkətləri tərəfindən qaranılırdı. Bu da düz deyil. Tikinti materialı kimi kiremitdən istifadə hər ikisinə aiddir. Əhəməni dövlət tərəfindən süquta uğradılmaq da aid deyil. Doğru cavab D bəndidir. Şumerdə hərbi başçıların hökmdara çevrilməsinə səbəb oldu. Bildiyiniz kimi şəhərlər arasında müharibələrin artması Şumerdə hərbi başçıların hökmdara çevrilməsinə səbəb olmuşdur. Şəhər dövlətlər sonra isə 24-cü əsrdə vahid dövlətin yaranmasına kimi gəlib çıxmışdır. Doğru cavab burada A bəndidir. Düzgün olmayan bəndi müəyyən edin. Dastakert irsi torpağın mülkiyyəti idi, doğrudur. 1-ci Xosrovun islahatları ilə sahibsiz torpaqlar hərbçilərə paylanıb, doğrudur. Azərbaycanda kəndlilər feodaldan şəxsən asılı deyildilər. Şəxsən asılı olsaydılar təhkimli sayılacaqdı. Hərbi xidmət əvəzində verilən şərti torpaqlar xostak adlanırdı, doğrudur. Qərbi Avropada feodalizm 3-cü əsrdən başlamış 17-yə qədər. Bu yanlışdır. Qərbi Avropada 5-dən başlamışdır. Ona görə düzgün olmayanı E bəndidir. Cavanşirin fəaliyyəti ilə bağlı uyğunluğu müəyyən edin. 7-ci əsrin 1-ci yarısı, 7-ci əsrin 2-ci yarısı. 3-cü Yəzdikert tərəfindən mükafatlandırılma Kadisiya döyüşü 636 bundan sonra olmuşdu. Bu da 7-ci əsrin 1-ci yarısıdır. Bizans İmperatorluğu İttifaqı 654-dür. Bu 7-ci əsrin 2-ci yarısıdır. Savalan dağı yaxınlığında məğlubiyyət Cavanşirə aiddir. Ümumiyyətlə Savalan özü 731-dir. Kür sayısı halında Xəzərlərin məğlub edilməsi 664. Bu da ikinci yarıya aiddir. 1A, 2, B, D doğru cavab A bəndidir. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Erkən tunc, orta tunc. Təsərrüfatda xışdan istifadə. Hər ikisində xışdan istifadə var, erkəndə yaranıb. Böyük tayfa ittifaqı ortada yaranıb. İlkin şəhər mərkəzləri ortada yaranıb. Kollektiv dəfn, ölü yandırma bu erkən tunca aiddir. Tacirlər qrupu sənətkarlardan son tuncda ayrılıb. Ona görə E heç birinə aid olmayacaq. Eləri sildikdən sonra 3 cavab arasından seçim edirik. 1, D, 2, B, C, 3, A. Doğru cavab B bəndidir. Son feodalizm dövründə nə baş verib? Bizdən onu soruşur. Məhsuldar qüvvələr inkişaf etdi. Satış üçün istehsal edilən məhsul artdı. Bunu saxlayaq, sonda baxarıq. Son feodalizm dövrü nə vaxt əhatə edir? 17-19-cu əsr. Ərəblər, türklər, monqollar, mən dediyim şərq üçün xarakterik ola bilər. Klassik 11-15-dir, deyək 15-19 və ya 15-17. Xalqların böyük köçü başa çatdı. Bu da aid deyil, bu da aid deyil. Bu erkən feodalizmə aiddir. Hunlar indiki Macaristan. Erkən feodalizm, German tayfaların imperiyasında daxil olduğu erkən feodalizm. Burada doğru cavab A bəndi olacaq. Ərəblər ilə Muğan əhalisi arasında bağlanmış müqavilə üçün xarakterikdir. Muğan əhalisi ərəblərin hakimiyyətini qəbul etməlidir. Dərbənd əhalisi, Dərbəndin bura aidiyyəti yoxdur. Dərbəndi çıxırıq. 2 cavabımız qaldı ki, ya 1-3 də olmalıdır. 644-cü ildə imzalanmışdır, doğrudur. Həddi buluğa çatan 1 dinar və ya onun dəyərində cizyə ödəməli idi, bu da doğrudur. Cavanşirin Xəzərlərin vassallığına azad olmasına aidiyyəti yoxdur. Burada cavab 1, 3, 4 C bəndidir. 1-ci əsr aid deyil. Makedoniyalı İskəndərin vəfatı da 323 eramızdan əvvəl. Bu da aid deyil. Doğru cavab C bəndidir. Hökmdar Aşokanın fəaliyyətinə aid deyil. Hindistan hökmdarı vahid dövlətdə Hindistan birləşdirilib. Maurya sülaləsi Yunan Makedoniya işğalına qarşı mübarizə aparırdı. Bu mübarizəni aparan Chandragupta idi. Chandragupta. Buddizmin əsas himayədarı, təbliğatçısı idi. 33 kitaba qoydurmuşdu və bu da islahatlar deməkdir. İslahatlar aparmışdı. Burada aid olmayan B'dir. Uyğunluğu müəyyən edin. Eramızdan əvvəl 553-cü ildə üsyan qaldırdı.
Üsyanı qaldıran kimdir? Astiaq. Astiaq elə Midiya hökmdarıdır sonuncu. Üsyanı qaldıran Kiridir. 4 düz deyil. Midiyanı Assuriya əsarətindən azad etdi. 673-cü ildə Kaştariti. Bu doğrudur. Zərdüşt kahinlərlə yaxınlaşdı, əyanlar ilə ziddiyyətləri artdı və bundan da istifadə etdi Kir. Burada 2 və 3 doğru cavab A bəndidir. Qədim Çinin Sin sülaləsi və Xan sülaləsinə aid olanları müəyyənləşdirək. Konfutsi təlimi tərəfdarlarına divan tutuldu. Xeyr, yanlışdır. Qırmızı qaşlılar üsyanı yatırıldı. Xeyr, qalib gəldi üsyan. Vyetnamın bəzi vilayətləri və Koreya tabe edildi, işğal edildi. Bu doğrudur. C. Xan sülaləsi 3-cü əsrin əvvəllərində süqut etdi. Bu doğrudur. A. Çin dünya ticarət yollarına çıxış əldə etdi 2-ci əsrdə. Bu da doğrudur. 1C, 2AB doğru cavab D bəndidir. Azərbaycanın şimal torpaqlarında Arşaki sülaləsinin hakimiyyətə gəldiyi əsrə uyğun gəlir. Şimal torpaqlarında Arşaki sülaləsi 1-ci əsrdən hakimiyyətə gəlib. Feodal iqtisadi münasibətləri 3-cü əsrdir. Atropatena dövlətin yaranması eramızdan əvvəl 321 deyək müstəqil olub. Zərdüştiliyin meydana gəlməsi eramızdan əvvəl 7-ci əsrdir. Qobustanda tapılan Roma-Albaniya münasibətləri 1-ci əsrin 80-ci illəri 84-96 deyək 1-ci əsr. Antoninin başçılığı ilə Romalıların şərqə yürüşü eramızdan əvvəl 1-ci əsrdir. Ona görə burada D bəndi doğru olacaq. Bizim eranın 1-ci əsri. Eramızdan əvvəl 5-ci əsrin 2-ci yarısı Yunan tarixinə aid xüsusiyyətləri müəyyən edin. Olimpiya oyunları adlanan ilk yarış eramızdan əvvəl 776-cı ildə keçirilib. Makedoniya ordusuna məğlub olmaları. Makedoniya ordusuna məğlub olmaları 5-ci əsrə aiddir. 338 eramızdan əvvəl Xeyroneya idi. Afina demokratiyası ilə Sparta oliqarxiyası arasında ziddiyyətlər nəyə səbəb olmuşdu? Afina-Sparta müharibəsinə 431-404 eramızdan əvvəl. 1-ci Daranın Yunanistana hücumunun başlanması eramızdan əvvəl 500 yazaq bura. Deməli, 5-ci əsrə aid olan hansıdır? Deməli, 3 və 5-ci əsrin 2-ci yarısından söhbət gedir. Bu da konkret 431-404. Yalnız 3 doğru cavab A bəndi. Hadisə və nəticə əlaqələrində uyğunluğu müəyyən edin. Solonun islahatlar keçirməsi eramızdan əvvəl 594. Xalq yığıncağı hakimiyyət orqanına çevrilməsi yanlışdır. Periklin hakimiyyətə gəlməsi eramızdan əvvəl 443. Makedoniya dövlətinin güclənməsi aid deyil. Fermopil döyüşü eramızdan əvvəl 480. Afina dəniz ittifaqının dağılması yanlışdır. Demos və əyanlar arasında mübarizə Yunan koloniyaların meydana gəlməsi aid deyil. Dorilərin şimaldan Yunanistana eramızdan əvvəl 2-ci minillikdəki yürüşü Mikena sivilizasiyasının dağılması. Bu doğrudur. E bəndi doğru cavabdır. Xüsusiyyətləri xəritədə rəqəmlər ilə verilmiş qədim dövlətlərə uyğunlaşdırın. Vəzifələrə yalnız patrisilər seçilə bilərdi. Patrisi plebey Romaya aiddir. 1-1-2 yazaq, Romaya aiddir. A. 12 lövhə qanunları, o da Romaya aiddir. 5-ci əsr. Eramızdan əvvəl 2-ci əsrdə ərazisi işğal edilib. Bu 146-cı il qədim Yunanistana aiddir. C. Yoxsullara dövlət vəzifələrində çalışa bilmələri üçün əmək haqqı verilib Yunanistanda. 1A, B, 2C-dir. Doğru cavab B bəndi olacaq. Ağ Hun hökmdarı Axsuvar xan və Qərbi Hun hökmdarı Attilanın fəaliyyətinə aid ümumi cəhət Sasanilərin məğlub edilməsi, xeyr, Qərbi Roma ilə müharibələr. Bu Sasanilərin məğlub edilməsi Axsuvara aiddir, Attillaya qismət olmadı. Qərbi Roma ilə müharibələr.
Xeyr, 5-ci əsrin birinci yarısında hakimiyyətə gəlmələri. 5-ci əsrin birinci yarısında hər ikisinə aiddir. Doğru cavab C-dir. Ötkən şəhəri paytaxt seçilməsi deyil, Şimal-Qərbi Hindistana aid deyil. Göytürk xaqanlarını müəyyən edin. Qutluk xan özünü deməli adını dəyişərək İltəris Elin xaqanı adlandırdı. 1. Ağsuvar xan. Xeyr. Axun hökmdarı Bumin xaqan. Bir də Qapağan xaqan aiddir. Balamir də Qərbi Hundur. 1, 3, 4 doğru cavabdır. Onun hakimiyyəti dövrü Albaniyanın siyasi və mədəni dirçəlişi kimi səciyyələndirilir. O əvvəlcə ölkədə dini birliyə nail olmağa çalışdı. Kilsə məclisi çağıraraq mühüm qərarlar qəbul etdi. Söhbət 488-ci il Ağuyendən gedir və bunu da edən Mömin Vaçaqan idi. Mömin Vaçaqan. Mömin Vaçaqan ilə Urnayırı fərqli cəhətini müəyyən edəcəyik. Urnayıra aid olanı müəyyən edəcəyik. Xristianlığı dövlət dini elan edib, bəli, Urnayır. Amma Mömin Vaçaqan bu dinə aid qanunlar qəbul edib. Urnayır 2-ci Şapurun müttəfiqi idi. Alban dövlətinin müstəqilini möhkəmlənməyə hər ikisi çalışıb. Albaniyanın son aşağı hökmdarı da Mömin Vaçaqan idi. Doğru cavab 1 və 2-dir. Xronoloji ardıcıllığı müəyyən edin. Parfiya Arşakilər sülaləsinin süqutu 224 Suziyan döyüşü Sasanilər məğlub etdilər. 3-cü Antioxun Atropatenaya hücumu eramızdan əvvəl 223. Atropatena Selevkilərə tabe oldu. Karra döyüşü eramızdan əvvəl 53. Roma məğlub oldu. Sərkərdə Kanedin Cənubi Qafqaza yürüyüşü eramızdan əvvəl 36. Deməli, burada ardıcıllıq necə gedəcək? Birinci başlayacaq 2-dən, sonra 3, 4 və 1. 2, 3, 4, 1 doğru cavabdır. Qədim Misirin 3-cü minillik tarixinə aiddir. Heroqlif yazının yaranması piramida 3-cü minillik. Heroqlif yazının yaranması 4-cü minillik. 4-cü minillik. İlk piramida eramızdan əvvəl 3-cü minillik. Ayrı-ayrı hissələrə parçalanma 1-ci minillik. İkinci Ramzesin Hetlərlə mübarizəsi 2-ci minilliyə düşür. 2-ci minillik 13-cü əsr. 2-ci minillik sonları memarlıqda böyük inkişaf nə deməkdir? Piramidaların inkişafı. Deməli 5 aid olacaq və bir də 2 aid olacaq. 2-5 doğru cavabdır. Uyğunluğu müəyyən edin. Cərmidan döyüşü, Kadisiyə döyüşü, Bələncər döyüşü. Azərbaycan mərzbanı İsfəndiyar məğlub oldu. Bəli, bu Cərmidan döyüşünə aiddir. Döyüşdə Cavanşir ərəblərə qarşı vuruşurdu. Kadisiyə döyüşüdür. Ərəblərin Azərbaycan ərazisində yürüşlərinə son qoyuldu. Ərəblərin Azərbaycan ərazisində yürüşlərinə son qoyulmayıb. Bunların heç birisi aiddir. Xəzərlər qalib gəldi Bələncər döyüşündə. 1A, 2B, 3D doğru cavabdır. Mətni oxuduqdan sonra mətndə Afina ilə Sparta arasında müharibədən söhbət getdiyini müəyyən edə bilirik. Və suala keçək, mənbədə bəhs edilən müharibənin başlanmasının səbəblərini tarixi biliklərimiz əsasında müəyyən edək. Azı bir səbəb tam bal almış olacağımız üçün yetərlidir. Afina demokratiyası ilə deməli demokratiya və oliqarxiya arasında ziddiyyətlər. Cavablardan biri bu ola bilər. İkinci, qənimət ələ keçirmək ola bilər. Qənimət ələ keçirmək. Üçüncü cavab kimi də nə yaza bilərik? Dəniz ticarətində üstünlük. Dəniz ticarətində üstünlük. Qazanmaq uğrunda mübarizə. Bu cavablardan biri doğru olduğu zaman 2 bal alacağıq.
Mətni oxuduqdan sonra mətndə Afina ilə Sparta arasında müharibənin olduğunu müəyyən edə bilirik. Suala keçək. Mənbədə bəhs edilən müharibənin nəticələrini müəyyən edin. Nəticələrindən ən az ikisini doğru yazsaq tam cavab almış olacağıq. Afina məğlub oldu. Afina məğlub oldu. Və ya bunun tərzi Sparta qalib gəldi. Eyni cavab deməkdir. Nəticədə deməli daxili ziddiyyətlər dərinləşdi. Sonra cavab nə ola bilər? Yunan şəhər dövlətləri zəiflədi. Bu zəifləmə Makedoniyanın işğalı üçün şərait yarandı. Makedoniya işğalı üçün şərait yarandı. Doğru cavablardan ikisi yazıldığı zaman tam bal alacağıq. Mətni oxuduqdan sonra müharibəni müəyyən edə bilirik. Afina ilə Sparta arasındakı müharibədən bəhs olunur. Bəhs edilən müharibənin başlanma və bitmə tarixlərini qeyd edirik. Eramızdan əvvəl 431-də başladı. Eramızdan əvvəl 404-cü ildə bitdi.